elə vəzifəli şəxslər var ki, elə böyük əmlak sahibləri var ki, onlar öz əmlaklarını ictimai diqqətə çatdırmaq istəmirlər. Çişli pulların yuyulması istiqaməti olaraq da daşınmaz əmlak çox böyük aktuallıq daşıyır. Elə adamlar var ki, tək öz adlarına yox, öz qohumlarının, yaxınlarının, əqrabalarının da adını alırlar. Böyük əmlakları var. Hal-hazırda Bakıda ən bahalı mənzilin qiyməti neçədir? Hətta 10 milyona təklif olunan mənzil var. Siz elə bilirsiniz ki, gördüyünüz əmlak bazarı təkcə daşınmaz əmlak saytlarında olan bazardır. Yox. Daşınmaz əmlak bazarında bu bazarın təqribən 70-75% var. Bir 25% də qara bazardır. Burada mən söhbət düşmüşkən deyirsiniz ki, sosial layihələrdə bu güzəştli ipoteka 4%, adi ipoteka 8%. Təklif eləmiş ki, bu 100 mini qaldırsın 150 minə, 150 mini 200 minə də. Bu təqribən nə vaxt olar bu belə bir şey? Həmin baş plan həyata keçirdikdən sonra strateji baxımdan həmin şəhərlər gələcəkdə Bakı qədər aktual olacaq. Hətta hadisələr daşınmaz əmlak bazarına təsir göstərir. Məsələn, Rusiya ilə Ukrayna arasında müharibə başladı, avtomatik evlər də bağlaşdı. Vüqar müəllim, Bakının mərkəzində bir otaqlı evin qiymətinə hansı Avropa ölkəsində 2 otaqlı mənzil almaq olar? Xoş gördük Vüqar müəllim. Bakıda mənzillərin qiymətindən danışmaq istəyirəm. Bakıda deyərim ki, son illər mənzillərin qiyməti sözün əsl mənasında əl yandırır. Baxın, bunun səbəbi nədir belə? Bilirsiniz, bu proses əslində 2008-ci ildən başlayıbdı. 2008-ci ildə tikinti bumu oldu. Ondan sonra daşınmaz əmlak bazarı sürətlə inkişaf etməyə başladı. Qiymətlərdə artım meydana gəldi və son 5 ildə bu artım daha da öz tempinə görə əvvəlki illərdən seçildi. Bizim hesablamalarımıza görə son 5 ildə təqribən 80-100% civarında qiymət artımı baş verib. Bu əslində daşınmaz əmlak bazarına olan investisiya yatırımları ilə bağlıdır. İlk növbədə ən çox ağırlıq məhz bu məsələ daşıyır. Amma tək bu deyil. Yəni qiymətləri artıran təkcə bazara olan müraciətlər deyil. Eyni zamanda başqa amillər ki var, həmin amillər də qiymətə təsir göstərir. Bizim hesablamalarımıza görə, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesablamalarına görə artıq torpaq hardasa son 5 ildə öz dəyərini 2 dəfəyə, 2,5 dəfəyə, yəni 200-250% artırıb. Və bu da davam edəcək. Yəni bu proses, bəli, çünki torpaq azalır, azaldıqca qiyməti yüksəlir. Açığı qiymət artımı ilə bağlı çox zaman narahatçılıq ifadə olunur. O ölkələrdəki daşınmaz əmlakın qiymətində artım baş vermir, o ölkələr inkişaf etmir. Əslində qiymət artımı iqtisadi inkişafın göstəricisidir. Amma burada əsas narazılıq nədən ibarətdir? Yaxşı, iqtisadi inkişaf baş verir, torpağın digər daşınmaz əmlak növlərinin qiymətləri artır, amma əhalinin kapital yığımı üçün imkanlar yenə də əvvəlki səviyyədə qalır. Yəni, əvvəl əmək haqqı hansı səviyyədə idisə, indi də cüzi fərqlərlə yenə də əvvəlki səviyyəyə yaxın vəziyyətdədir. Və belə bir sual meydana çıxır ki, həmin əmək haqqı ilə artıq vətəndaşlar əvvəlki qaydada ev sahibi ola bilmirlər. Problem ondadır. Buna görə də hökumətin müəyyən, belə deyək, layihələri, proqramları o istiqamətə yönəlir və yönəlməlidirlər ki, vətəndaşların maddi rifah halı yüksəlsin, əmək haqqılar artsın, iqtisadi durum yaxşılaşsın və həmin artan qiymətlərlə mövcud əmək haqqı səviyyəsi, maaş səviyyəsi bu və ya digər mənada bəli, mütənasibləşsin. Çünki bunun yolu əslində budur. Qiymətlərin enməsi nə inzibati yollarla mümkündür, nə müasir bazarla, yəni bazar şərtləri ilə mümkün deyil. Çünki bugünkü manatın alıcılıq qabiliyyətinə biz baxaq. Tək bizdə deyil, dünya dövlətlərində hər birində milli valyuta dünənkindən bugünkü daha zəifdir. Yəni, dünən əgər bir valyutaya bir şey almaq olurdusa, bugün onun təqribən 70-80% civarında alış-veriş etmək olur. Bu onu göstərir ki, inflyasiya var, milli valyutaların müəyyən qədər zəifləməsi var, bu da təbiidir. Və belə olan tərzdə qiymətin
enməsi, aşağı düşməsi mümkün deyil. Qiymət 2026-cı ildə də bizim proqnozlara görə artacaq, 2027-ci ildə də artacaq. Hətta bu prosesin düşünürəm ki, 2030 və 40-cı illərə qədər davam etməsi mümkündür. Mənzillərin qiymətinin qalxması 2040-cı ilə qədər davam edəcək. Çünki nəyə görə? Bakı şəhəri baş planı 2040 bildiyiniz kimi qəbul olunub. İlk növbədə istismar müddətini bitirmiş və qəzalı binaların söküntüsünə start verilir. Əgər bir yerdə söküntü varsa, mütləq orada yeni binalar tikiləcək. Əgər yeni binalar tikilirsə, bu bir qanuna uyğunluqdur. Əvvəlki binalardan həmin binaların, yəni yeni binaların qiyməti təqribən 1,5-2 dəfə daha yüksək olur. Və belə olan tərzdə təbii ki, qiymətlərin artımı qaçılmazdır, əlbəttə. Və bu proses o vaxta qədər davam edəcək ki, artıq daşınmaz əmlak bazarı həm əhalinin sayına görə, həm iqtisadi inkişafa görə tamamilə bir-biri ilə düz mütənasib olsun. Bu da düşünürəm ki, təqribən 2040-cı ildən sonra artıq biz yeni Bakı ilə qarşılaşandan sonra mümkün ola bilər. Həmin baş plan həyata keçirdikdən sonra biz artıq tamamilə fərqli bir Bakı ilə üz-üzə qalacaq. Həm qədimilik və tarixilik simasını saxlayan, həm müasir standartlara cavab verən, müasir trendlərə uyğun gələn, texnoloji inkişafın ən yüksək həddində qurulmuş bir smart şəhərlər birliyi. Çünki bizim yeni şəhər yanaşmamız bir mərkəzi yanaşma deyil. Çox mərkəzi şəhər anlayışına biz keçirik. Yəni tək bir yerdən şəhər idarə olunmayacaq, ayrı-ayrı yerlərdən şəhərin girişi, çıxışı, Xırdalan, Bövsan və s. və şəhər böyüyəcək. Şəhərin ağırlığı regionlara, yəni ucqarlara paylanacaq ki, şəhər ayaqda qala bilsin, sıxlıq və tıxaclar aradan qalxsın. Daşınmaz əmlak bazarı ölkəmizdə inkişaf edir. Gün-gündən. Edilir, həqiqətən. Bəli, qiymətlər də artır, alıcı bazası da var. Ondan əlavə hətta elə sektorlar var ki, orada alıcılar aktual olmasa da yenə də qiymətlər qalxır. Bayaq dediyim şişirilmiş qiymətlər deyə bilərik də bəzən. Bilirsiniz, əgər bazar bir qiyməti ifadə edirsə, həmin qiymətlər varsa, ona şişirdilmiş demək olmaz. Niyə? Çünki bazar münasibətləri belə deyək ki, iki tərəf arasında reallaşan münasibətdir. Satıcının ən optimal və yüksək satmaq istədiyi, alıcının ən aşağı, yenə də ən optimal almaq istədiyi və bunların oxlarının kəsişdiyi bir rəqəm var ki, o bazar dəyəridir də. Əgər həmin əmlaklar yüksək qiymətə satılırsa, deməli bu bazar dəyəri real bazar dəyəridir. Məsələn, mən bir şey deyim, dövlət qurumlarının birinin saytında mən görmüşdüm, belə bir yazı var idi, daşınmaz əmlak bazarında təqdim olunan qiymətlər sabun köpüydür, gün gələcək ki, o dağılacaq. Mən bunu oxumuşam 2010-cu ildə. Bəli. Yenə də o saytda var həmin yazı. Amma yenə qiymət qalxır. 15 ildən çox vaxt keçib, geriyə dönüş yoxdur. Və mənim proqnozlarıma görə bir 15 ildə bu geriyə dönüş olmayacaq. Sabun köpüyü belə olmur. Sabun köpüyü biz əlimizdə sabun tutsaq, köpüyünü görsək ki, bir neçə saniyəyə bu dağılır. Deməli, bunun iqtisadi əsasları var. Bu sabun köpüyü deyil. Sadəcə onu demək olar ki, təkcə bu tələblə bağlı deyil. Tələb burada bəlkə də bir 25-30% rol oynayır qiymətlərin qalxmağında. Beynəlxalq aləmdə baş verən hətta hadisələr daşınmaz əmlak bazarına təsir göstərir. Məsələn, Rusiya ilə Ukrayna arasında müharibə başladı. Müharibədən sonra ölkəmizə inşaat materiallarının gətirilməsində problem yarandı. İnşaat materialının qiyməti qalxdı, tikintinin maya dəyəri bahalaşdı, avtomatik evlər də bahalaşdı. İsrail ilə İran arasında müharibə baş verdi. İndi mən detallı demək istəmirəm, amma o müharibədə həm İrandan xüsusilə bizim soydaşlarımızdan, həm İsraildən Azərbaycan daşınmaz əmlak bazarına müraciətlərin sayı artdı. Təsəvvür olunmayan dərəcədə geopolitik aləmdə baş verən proseslərin ölkələrin daşınmaz əmlak bazarına təsiri var. Dünyanın dövlətlər arasındakı münasibətlər, bütün iqtisadi sistemdə baş verən hadisələr dolayısı yolla gəlib daşınmaz əmlak bazarında
özünü göstərir. Əslində mən bu sahədə olan adam kimi bunu çox qürurla deyirəm ki, biz bilirsiniz ki, qiymətləndiriciyi daşınmaz əmlak əslində bir ölkənin o qan damar sisteminin əsas elementidir. Yəni necə ki banklar ölkənin var olması, mövcud olması, inkişafı üçün əsas rol oynayır. Eyni zamanda daşınmaz əmlak sektoru, qiymətləndirmə sektoru bu rolu dəstəkləyir. Ona görə də dünyada baş verən istənilən hadisənin məhz daşınmaz əmlak bazarına təsiri özünü çox gözləməyə imkan vermir. Elə hadisə hətta başlayan ərəfədə artıq qiymətlərə təsir göstərir. İndi bizim realtorlara və ya maklerlərə bunu soruşsa deyəcək, yox, bu əlinin vəlinin bazara müraciəti əsasındadır. Yox, əli vəli bazara müraciət edir, qiymətlər artır. Amma o qiymətlərin artmasının makroiqtisadi əsasları var. Yəni birdən-birə əgər 1995-ci ildə 3000 dollara olan ev bu gün əgər həmin ev 100.000 dollardırsa, bu qiymətlərin 33 dəfə artması deməkdir. Bunun əsasında əlinin vəlinin ev almaq istəyi dayana bilməz. Bunun əsasında mütləq makroiqtisadi göstəricilərdir, ölkənin maliyyə sistemidir, dünyada baş verən qlobal maliyyə məsələləridir. Yəni daşınmaz əmlak bazarını əlahiddə və ayrıca bir sistem kimi götürmək olmaz. Bu dünya iqtisadiyyatının tərkib hissəsidir. Bu gün daşınmaz əmlak söhbət Azərbaycandan gedirsə, yeganə dayanıqlı investisiya istiqamətidir. Niyə? Banklara depozitlər qoyulur. Banklar bilirsiniz ki, 10, 11, maksimum 12% depozitdən gəlir verir. Sonra bizim vergi də həmin gəlirdən 10%-in gəlir vergisi kimi tutur. Və faktiki olaraq 10%-ə qədər həmin gəlir düşür. Vətəndaş həmin pulu, sərbəst kapitalı banka yatırmazdan əvvəl düşünür ki, mən ildə 10% gəlir əldə edirəm. Onsuz da inflyasiya rəsmi göstəricilərə görə il ərzində 4, 5, 6, 7-dir. Amma real inflyasiya bəlkə ondan dəfələrlə artıqdır, bunu da bilirik. Bu ona sərf eləmir. Avtomatik vətəndaş düşünür ki, mən gedim bir mənzil alım, həmin mənzili kirayə verim. Həmin mənzil bir ildən sonra öz dəyərini 15% artıracaq, minimum. Qaçılmazdır bu. Kirayədən gəlirlər isə mənim əlavə ikinci gəlir xəttim olacaq. Mən də ondan hardasa ortalama qeyd edirəm, 3-5% də ondan gəlir əldə edəcəm və mən bankın verdiyi məndən depozit gəlirindən 2 qat artıq gəlir əldə edəcəm. Niyə mən öz pulumu, öz kapitalımı investisiya olaraq mənzilə yatırmayım? Daşınmaz əmlaka yatırmayım. Deməli, gəlir bu istiqamətdədir və bu prioritet özünü hələ bundan sonra da bir müddət davam edəcək. Çünki əgər qızıl alırsansa, pulunu qoruyursan, daşınmaz əmlak alırsansa, pulunu artırırsan. Fərq ondadır. Bu baxımdan hələ yanaşma bu davam edəcək və bizdə bilirsiniz, bu bilmirəm nə dərəcədə bunu demək düzgündür, düzgün deyil. Çişli pulların yuyulması istiqaməti olaraq da daşınmaz əmlak çox böyük aktuallıq daşıyır. Məsələn, kiminsə pulları çişlidirsə, bilirsiniz ki, ölkədə çişli pullara amnistiya elan olunmayıb və hər hansı bir böyük bir var dövlət meydana çıxırsa, onun təbii ki, qazanılma yolları və mənbəyi araşdırılır. Amma daşınmaz əmlakda belə bir şey yoxdur. Vətəndaş gedir əmlak alır. Elə adamlar var ki, tək öz adlarına yox, öz qohumlarının, yaxınlarının, əqrabalarının da adını alırlar. Böyük əmlakları var. Və bu sahə olduqca investisiya yatırımı üçün çox əlverişlidir. Ciddi şəkildə araşdırılmayan, o çişli pulların yuyulduğu bir məkandır. Amma çişli pulların gəlin açıq deyək də, dövlətimizin güc strukturları sayəsində gec ya tez bəlli olur. O aldıqları mülklər bir müddət sonra əllərindən alınır, müsadirə olunur. O da var. O da olur. Yəni bu da var. Bu da qaçılmazdır. Və təbii ki, xalq arasında belə bir söz var ki, haram yolla əldə olunan, istənilən var dövlət bu və ya digər formada həmin şəxsin əlindən çıxır. Bunu dövlət güc strukturları da edə bilər, bunu həmin şəxsin özü də iflasa uğraya bilər. Amma ən vacib olan şey qazancın halallığıdır. İnsanların bədbəxtliyi üzərində kimsə xoşbəxtlik qura bilməz. İstər-istəməz bədbəxtlik üzərində qurulan xoşbəxtlik gec-tez iflasa uğrayacaq. Elə böyük əmlaklardan söhbət düşmüşkən, bəzən
bu sosial şəbəkələrdə görürük ki, elə mənzillər var ki, qiymətləri milyondur da. 1 milyon, 2 milyon, hətta 3 milyon belə olan mənzillər görmüşük də. Amma siz bizdən yaxşı bilərsiniz. İndi hal-hazırda Bakıda ən bahalı mənzilin qiyməti neçədir? Hətta 10 milyona təklif olunan mənzil var. Bəs baxın o 10 Port milyon Baku ərazisində mənzil sahəsi böyükdür təbii ki. Amma bununla da bərabər həmin mənzil təkcə adı mənzildir. O həm də ki elə bil ki bir istirahət məkanıdır. Bir içində fərdi yaşayış evinin komponentlərinə oxşar komponentlər var. Məsələn üçün müxtəlif növ hamamlar və s. və ilaxır. Yəni söhbət ondan gedir ki, əgər daşınmaz əmlak bazarında bir təklif ortadadırsa, deməli ona tələb var. Biz deyirik, məsələn 10 milyon evdir, 5 milyona kimdir bunu alan? Elə şey yoxdur. Yəni alan var ki, bu təklif ortadadır. Alan olmasaydı heç bir təklif edən şəxs o rəqəmi beynində yaratmazdı ki, mən bu mənzili 10 milyona sata bilərəm. Deməli, bu investisiyanı qoyan şəxs var, istər xarici investisiya olsun, istər daxildən olsun. Və bu gün qeyd etdiyiniz kimi mənzilin yerləşməsinə görə, onun ətrafındakı infrastruktur göstəricilərinə görə, eyni zamanda sahəsinə öz görə milyonlarla qiymətə təklif olunan bazarda hal-hazırda mənzillər var. Həmin mənzillər çox zaman heç daşınmaz əmlak saytlarında da çox vaxt qeyd olunmur. Niyə qeyd olunmur? Daha çox həmin əmlakların sahibləri fərdi qaydada realtorlarla danışırlar, təkliflərini verirlər. İctimailəşdirmək istəmirlər məsələni. Siz elə bilirsiniz ki, gördüyünüz əmlak bazarı təkcə daşınmaz əmlak saytlarında olan bazardır. Yox. Daşınmaz əmlak bazarında bu bazarın təqribən 70-75% var. Bir 25% də qara bazardır. Qara bazar deyəndə, yəni elə vəzifəli şəxslər var ki, elə böyük əmlak sahibləri var ki, onlar öz əmlaklarını ictimai diqqətə çatdırmaq istəmirlər. Onlar onların satışını fərdi qaydada, özlərinin illərlə işlədiyi realtorlar vasitəsilə həyata keçirirlər. Uzun sözün qısası, hal-hazırda Bakıda ən bahalı evin qiyməti 10 milyon. Maşallah. Baxın, belə bir düşüncə də var ki, mənzillərin qiymətinin qalxmasının əsas səbəbi xaricdən gələn investorlarda. Sizcə ümumiyyətlə, baxın o 10 milyonluq, 3 milyonluq, 5 milyonluq evlərin alıcılarını siz indi yaxşı bilərsiniz də. Müqayisə eləsək, yerli yoxsa xarici investorlardır? Mən açığı xaricilərin bu istiqamətdə hər hansı bir mənzil alma barədə məlumata malik deyiləm. Əksəriyyət yerli alıcılardır. Amma söhbət ondan gedir ki, kifayət qədər qiymətlərin yüksək olması üçün ölkəmizin potensialı var. Baxın, söhbət elə ev mənzilinin almasına düşmüşkən, mənzil alanda müştəri ən çox nəyə fikir verməlidir? Mənzilin kvadratına mı, yoxsa yerləşdiyi məkana? Buna ilk növbədə belə cavab verək ki, dünya praktikasında mənzil alan şəxs özü almır. Bu konkret mütəxəssisə müraciət edir, mütəxəssis ona variantlar təklif edir. Sadəcə həmin şəxs öz zövqünü ifadə edir. Məsələn, qeyd edir ki, mən yüksək komfortlu, müasir prinsiplərə və standartlara uyğun bir mənzil istəyirəm. Həmin mənzil iş yerimin yanında olsun, yaşıllıq olan zonada olsun və s. Bu öz istəklərini bildirir. Mütəxəssis də ona bir neçə variant təklif edir və həmin variantlara uyğun qərar verir. Dünya praktikası bundan ibarətdir. Bəs bizdə necədir? İndi bizdə daşınmaz əmlak saytlarını açırlar. Realtorların və yaxud maklerlərin elanlarına baxırlar. Çox təəssüflər olsun ki, o elanlar da çox vaxt reallıqla üst-üstə düşmür və çox ciddi problemlərlə üzləşirlər. Həmin problemlərdən biri nədir? Birinci, bayaq qeyd etdiyim kimi elanların üst-üstə düşməməsi reallıqla. İkinci isə, məsələn, bir çox hallarda daha çox müqavilə sahələri yazılır. Yəni, elanlarda cəlbedici olsun deyə, tutaq ki, əgər həmin evin çıxarışının 80 kvadratdırsa, müqavilədə 95 yazıbsa, realtor onu 95 olaraq göstərir və müqavilə sahəsi vətəndaşı cəlb edir, maraqlanır. Amma artıq proses başlayandan sonra vətəndaş artıq belə deyək də o müəyyən auraya düşür, həmin mənzili alır və s. və ilaxır. Amma söhbət ondan gedir ki, istər-istəməz burada ikinci zərbəni həmin sahə məsələsinə vətəndaş alır. Üçüncüsü, binaların tikinti materiallarının keyfiyyəti, onların yerləşməsi, nəqliyyat əlçatanlığı, təmirin keyfiyyəti, ətrafda yaşayış üçün lazım olan komponentlərin olması.
Bilirsiniz, müasir şəhər prinsipi ondan ibarətdir ki, smart şəhərlər deyirlər. İnsan həm iş yerini, həm əyləncəsini, həm yaşayışını, həm həyat üçün vacib olan bütün elementləri, bunun xəstəxanası var, təhsil kompleksi var və s. bir yerdə tapsın və oradan mənzil alsın. Bu daha uyğundur. İndi belə yanaşma həm tıxacların aradan qalxmasına səbəb olar, həm vaxt qənaətinə səbəb olar. Yəni, müasir yanaşmanı dövr keçdikcə Bakı şəhərinə də tətbiq edəcəklər və ona görə də mütləq burada mütəxəssis rəyinə böyük ehtiyac var ki, həmin zövqə, həmin ehtiyaclara uyğun şəkildə yeni bir variantlar ortaya qoysun, həmin variantlar içərisindən də mənzil alan şəxs onu seçə bilsin. Bilirsiniz, biz mənzil almağa, ev almağa sıradan bir hadisə kimi yanaşmamalıyıq. Dünya əhalisinin bəlkə də 80-85% ömründə cəmi bir dəfə mənzil alır. Amma bizdə Eyni yanaşmanı biz ailə quranda da edirik. Yəni, o da bir seçimdir, mənzil də bir seçimdir. İnsanın həyatına xüsusi rəng və çalar verən bir addımdır. Həmin mənzildən insanın gündəlik əhval-ruhiyyəsi, onun problemlərin həll etməsi üçün hansı enerjiyə sahib olması birbaşa asılıdır. Əgər mənzildə hər şey qaydasındadırsa, evdən çıxan vətəndaş artıq yüngülləşir və problemlərə daha, belə deyək ki, uyğun, daha adekvat bir münasibət göstərə bilir. Yox, əgər onun evində, mənzilində problem varsa, ya su gəlmirsə, ya müəyyən o texniki problemlərlə üzləşərək tutaq ki, lifti yaxşı çalışmırsa və yaxud da ki, mənzilin həyətində müəyyən şərait yoxdursa ki, uşaqlar, ailə dincəlsin, istirahət etsin. Yəni, bütün bunlar problem olaraq vətəndaşa yığılır və sonradan digər məsələlərdə özünü göstərir. Ona görə də mənzilin, evin necə olmasının çox böyük əhəmiyyəti var. Bəs maklerlərdən söz düşmüşkən, ona makler edirlər, realtor edirlər də, vasitəçilər. Onların elə bir hiləsini dediniz də, misal üçün mənzilin kvadratına bağlı. Başqa hansı hilələrlə alıcını aldadırlar onlar? Bunu tez-tez, belə deyək ki, elə biz sosial şəbəkələrdə də görürük. Həmin vasitəçilər əslində dünyada belə bir prinsip mövcuddur ki, onlar müəyyən təhsili olmalıdır, onlar müəyyən təcrübədən keçməlidir, sertifikat əldə etməlidirlər. Ondan sonra bu işlə məşğul olmalıdırlar. Bizdə çox təəssüflər olsun ki, başqa sahələrdə uğur qazana bilməyən insanlar üst tutur bu sahəyə və düşünür ki, çox asanlıqla insanları aldadıb və olmayan şeyi olan kimi təqdim edib pul qazana biləcəklər. Əslində buna nail də olurlar, təəssüflər olsun ki. Amma bilirsiniz, doğrudan da əmlak brokerliyi deyirlər buna dünyada və realtorluq da deyirlər. Biz onu biraz endirmişik makler səviyyəsinə. Əslində çox böyük sənətdir, çox böyük, belə deyək, bazarlıq tələb edən, çox böyük düşüncə və bu sahədə məlumatlıq tələb edən bir sənətdir və müasir dövrün aktual olan istiqamətlərindən biridir. Biz buna çox sıradan bir şey kimi yanaşmamalıyıq. Sadəcə təəssüf olsun ki, bugün Azərbaycanda tam hamısını demək olmaz. İçində bir 10-15% doğrudan da öz peşəsinə hörmətlə yanaşanları var. Amma ən azı 80% yerində olmayan insanlardır. Onlar da elə bir imiz qazanıblar ki, bugün istənilən Azərbaycan vətəndaşının yanında denən makler başını götürüb uzaqlaşmaq istəyir. Amma əslində bu çox gözəl bir şeydir, peşədir. Əslində çox gözəl hadisələrə vəsilə olan bir insandır realtor. Yəni ev almaq, ev satmaq, insan nə vaxt ev alır ailə quranda, xoş hadisələrdə və s. müəyyən investisiya yatıranda və s. Amma elə bir təsəvvür yaradıblar ki, bu sahədə çox böyük mənfi bir enerji var. Onu aradan qaldırmaq üçün məsələn Azərbaycan Qiymətləndirmə Cəmiyyəti təklif edib ki, bu istiqamətdə dövlət tərəfindən tənzimləmə siyasəti aparılsın. Yəni konkret realtorlar imtahan versin, bir metodoloji əsas olsun ki, onlar dünyada bu var, yəni o əsas üzərində öz fəaliyyətlərini qursunlar, hər şey rəsmi olsun. Realtorluğun və yaxud dediyiniz kimi maklerliyin ən böyük çaşılmazlığı bütün prosesin qeyri-rəsmi olmasıdır. Çünki qeyri-rəsmiliyi tərəflərə hər hansı bir məsuliyyət daşımaq üçün imkan vermir. Və tərəflər artıq qeyri-rəsmi münasibətlərdə biri digərini aldatmağa təşviq olunurlar. Belə olmasın deyə mütləq vətəndaşların bir nömrəli qarşısına duran məsələ ondan ibarət olmalıdır. İstənilən xidməti, təkcə realtor xidmətindən söhbət getmir. Qiymətləndirmə də bura daxildir, digər sahələr də burada, auditor
qiymətləndirməsi və digər mütləq müqavilə ilə olmalıdır. Müqaviləsiz fəaliyyət göstərmək həm dövlət bunu qanunla qadağan edir, həm də vətəndaş özü dərk eləməlidir ki, ola bilsin ki, vergilərdən yayınmaqla 5-10 manat irəli düşə bilərsən, amma çox böyük mənada uduzursan. Baxın, mənzillərin qiyməti qalxır Vüqar müəllim, amma bankların evlərin alınması və ipotekanın faizləri də ildən ilə artır. Bir 2-3 il bundan əvvəl 9-10% varsa, indi gəlin bütün bankların çoxsuna baxsaq, görərik ki, artıq 11-12%-dən başlayır. Mənzilin, evin qiymətinin qalxmasını bililir. Bəs bu faizin qalxması səbəbi nədir? Bilirsiniz, banklar kredit verdiyi zaman ən çox öz risklərini nəzərə alır və bu risklər də mövcud maliyyə və iqtisadi durumdan ibarətdir. Ondan asılıdır daha doğrusu. Hal-hazırda bilirsiniz ki, 26-cı ildəyik, gələn də 27-ci ildir və maliyyə və belə deyək, iqtisadi gücümüz əvvəlki illərə nisbətən o qədər də böyük deyil. Yəni müəyyən problemlərlə qarşılaşırıq. Təbii ki, Azərbaycan dövlətinin qüdrəti çatacaq ki, o problemləri həll etsin vətəndaşlarımızla birlikdə. Amma yenə də müəyyən optimallaşma istiqamətində, həm xərclərin optimallaşması, həm büdcə qənaəti istiqamətində istər ailələr olsun, istər dövlət qurumları olsun, müəyyən qədər səfərbər olunublar. Belə olan təqdirdə banklar da öz risklərini bu və ya digər formada qiymətləndirir və faizləri artırır. Söhbət ondan gedir ki, ilk növbədə biz kommersiya kreditlərinə deyil, yəni banklar özləri öz gəlirlərini əldə etmək üçün o kreditləri verirlər. Biz sosial kreditlərə daha çox üst tutmalıyıq. İpoteka və kredit zəmanət fondunun verdiyi, MİDA tərəfindən verilən və bu kreditlər verilən zaman, bu ayrımalar olan zaman bizim məsələn təşrifimiz var ki, əvvəllər bilirsiniz ki, indi özünə də qüvvədədir. Güzəştli ipoteka kreditləri 100.000, sadə, adi kreditlər 150.000-dir. Mövcud qiymətlərə baxdıqda biz görürük ki, həmin krediti əldə edən şəxs şəhərin mərkəzindən və yaxud mərkəzdən yaxın yerlərdə bir normal mənzil əldə edə bilməyəcək. O məcbur olur ki, ucqarlara doğru gedir və orada da hətta qiymətlər o qədər yüksəkdir ki, yenə də istədiyi sahəni əhatə edən ev ala bilmir. Uzaqbaşı 1-2 otağa düzəldilmiş bir otaqlı ala bilir. Bunun üçün nə etmək lazımdır? Biz düşünürük ki, bunun üçün sosial layihələrin həcmini genişləndirmək lazımdır. Bu, həm də tikinti sektorunun inkişafı deməkdir. Əgər indi dövlət dəstəyi ilə müxtəlif investorlar vasitəsilə tutaq ki, bir 10 bina tikilirsə, qoy 10 bina 100 bin olsun. Yəni, bu bazarı da müəyyən sabitləşmə, stabilləşmə prosesinin başlanmasına səbəb ola bilər. Bazara daha çox ev təklif olunsa, qiymət birdən-birə yüksəlməz, müəyyən qədər tənzimlənər. Eyni zamanda, kreditlərin həcminin də təşkil eləmişik ki, 100.000-dən 150.000-ə, digəri isə 150.000-dən 200.000-ə qədər artırılsın. Ən azı çox da olmasa, müəyyən mənada vətəndaşa bu dəstək ola bilər. Yəni, artıq vətəndaş ilkin ödənişin, tutaq ki, 20% isə 200.000-i aldığı zaman 240.000-ə bir mənzil ala bilər. Amma əvvəl bilirsiniz ki, bir 5 il əvvəl vətəndaş 150.000-i bankdan götürürdü, ipoteka kredit zəmanəti fondu vasitəsilə. Üzərinə də bir 30.000 qoyurdu, 180.000-ə istədiyi yerdən ev ala bilirdi. İndi bu mümkün deyil. Bunun üçün düşünürük ki, həm tikinti sektorunun inkişafı üçün, həm vətəndaşların məmnuniyyətinin təmin olunması üçün, evdən təmin olunması məqsədi ilə mütləq sosial layihənin həcmini genişləndirmək lazımdır. Yecəmişim, bu barədə mən sizə məlumat verim. Artıq Mənzil İnşaatı Dövlət Agentliyi təkcə Bakı şəhərində deyil, ölkənin rayonlarında da eyni sosial layihələrə start verib və bu getdikcə də böyüyəcək, genişlənəcək. Bu həm də o deməkdir ki, biz regionlarda iş yerlərinin yaradılmasına çox ciddi diqqət göstərəcəyik. Əgər orada binalar tikilirsə, avtomatik iş yerləri də artacaq və bu da şəhərin mərkəzinə yönəlmiş, Bakı şəhərinə yönəlmiş həmin urbanizasiya yürüşünün qarşısını alacaq bu mənada. Yəni, biz regionları inkişaf etdirərək, bilirsiniz, bu məsələ kompleks məsələdir. Tək biz tutaq ki, deyək ki, bunu sosial binaların sayını artırdıq. Bununla bitmir. Gərək regionları inkişaf eləsin, yerlərdə iş yerləri açılsın, Bakıya gəliş təbii mənada, yəni süni əngəllər mən demirəm, qarşısı alınsın, regionlar inkişaf etdikcə artıq ağırlıq paytaxtdan götürülsün, paytaxt üçün onun Bakı şəhərinin nə qədər
istər texnoloji, istər iqtisadi və maliyyə gücü varsa, o güc üzərində şəhər öz yaşayışını davam etsin. Bu gün şəhər təsəvvür edeyim, elə bil ki, bir müqayisə edeyim sizdən. Deməli, hardasa əgər bir yük maşınından gücü 300-400 kiloqram daşımağa çatırsa, biz onun üzərinə 1 tonluq bir yük qoysaq, o avtomatik hərəkət edə bilməyəcək. Bu baxımdan Bakı şəhəri də bu gün elə bir vəziyyətdədir ki, onun ehtiyatları, onun belə deyək ki, bütün istiqamətlərə yolları, infrastrukturu bəlli bir kəsimə hesablanıb, bəlli bir saya hesablanıb. Məsələn, 4 milyondan artıq vətəndaş bir yerdə yaşayırsa, bu tıxaclar deməkdir, bu müəyyən qədər marketlərdə növbə deməkdir, yollarda problemlər, sıxlıq deməkdir. O cümlədən təsəvvür edirsiniz, məsələn, biz xaricdə oluruq, görürük ki, necə böyük areal var da, məsələn, binalar arası məsafələr var, parklar var, parklarda gəzən insanların sayı azdır. Biz parklara gedək axşamlar, parklar artıq mitinqə oxşuyur. Çünki adam çoxdur. Adam çoxdur, yaşayan adamlar çoxdur. Bunları yaxşı mənada daha da ucqarlara dağıtmaq lazımdır. Bax, Bakı şəhər baş planı 2040-ın məqsədlərindən biri budur ki, çox mərkəzli idarə etmə prinsiplərinin təmin olunması. Artıq şəhərin yükü mərkəzə yox, ucqarlara paylanır. Ucqarlar demiş ki, hansı ərazi əsas nəzərdə tutulur ki, misalca həmin ərazidə indi ev alsa, bir 5 ildən, 10 ildən sonra oranın deyər ki, bir qiyməti qalxacaq, misalca oranın infrastruktur fərqli yaşayış evləri olaraq, bax bu gün o qədər də bəlkə aktual deyil, amma məsələn üçün Xocasən, Məhəmmədi, Masazır, sonra biraz bu birisi şəhərin giriş tərəfinə keçsək, Qaradağ, Ələt, o birisi tərəfə keçsək, Hövsan. Yəni bu bilirsiniz, bu gün aktual olmasa da strateji baxımdan həmin şəhərlər istər liman şəhəri olsun, istər yükdaşıma baxımdan, iqtisadi baxımdan inkişaf şəhərlər olsun, gələcəkdə Bakı qədər aktual olacaq. Masazır da aktual olacaq. Bəli, aktual olacaq. Çünki bilirsiniz, çox şaxəli idarə etmədə həmin ərazilərin perspektivləri asılacaq. Bax, adicə mən bir şey deyim, deməli, bu yaxınlarda deməli, Qobu yolu istiqamətində, magistral yolu istiqamətində müəyyən təmir işləri üçün cənab prezident vəsait ayırdı. Və həmin vəsaitdən sonra avtomatik bütün ətraf ərazilərdə qiymətlər artmağa başladı. Niyə? Həmişə vəsait ayrılanda belə bir təsəvvür yaranır və bu düzgün təsəvvürdür ki, həmin ərazinin inkişafı üçün müəyyən layihələr həyata keçəcək, həmin ərazi inkişaf edəcək və bu qiymət artımı təkcə həmin əraziyə aid olmur, qonşulara da aid olur və böyük bir ərazidə artıq inkişafın ilkin göstəricilərini biz görə bilirik. Söhbət ondan gedir ki, daşınmaz əmlak bazarı həm də bir psixoloji bazardır, bir informasiya ilə dəyişə bilən bazardır. Əgər bazara bir yerdə bir informasiya daxil olursa ki, tutaq ki, Ələtdə çox böyük kompleks inşa olunacaq, avtomatik qiymətlərə təsir göstərir. Hətta o proses həyata keçməmişdən bir neçə il əvvəl. Qiymətlərə sözünə düşmüşkən, baxın, deyirsiniz də, Ələtlə bağlı, Xocəsənlə bağlı və Masazır. Düzdür, mən bildiyimə görə Abşeron rayonunda ən çox sıxlıq Xırdalan və Masazırdadır. İllərdir deyirlər ki, oranın yolu təmir olacaq, yeni olacaq, amma ki, hələ ki o Xırdalan yolunun o yükü azalmayıb da. Xırdalan yolu, siz elə belə sözdə nə çıxdı ki, Xırdalandan çox əsas perspektiv olar Masazırdır. Xırdalan da o sıradadır. Nəyə görə? Yeni şəhərə giriş yolu açılacaq, bilirsiniz yəqin ki, Binəqədi istiqamətindən. Bəli. O yol açılandan sonra Xırdalanda da, digər ərazilərdə də müəyyən qədər boşluq yaranacaq. Sadəcə bunun üçün müəyyən bir dövrü gözləmək lazımdır. Yəni, Bakı şəhəri baş planı 2040-ın bütün müddəaları tam həyata keçsə, bu həm də dəmir yol, şəhər daxili dəmir yol xəttlərinin istismarı, həm tramvay xəttlərinin inşası, yeni metro stansiyalarının inşası və s. Bunlar hamısı həyata keçəndən sonra həmin ağırlıq aradan qalxacaq. Amma bir şey unutmaq lazım deyil. Həmin ağırlıq bugün üçün aradan qalxacaq. Amma insan sayı artır axı. Yeni bir sel gəlir. Yenə eyni biz əvvəlki situasiyaya düşməyək deyə bizim yeganə çıxış yolumuz bölgələrin inkişafıdır. Bölgələrin inkişafı təmin olunsa yüksək səviyyədə və orada daha çox iş yerləri olsa, Bakıdakı o ağırlıq və tıxac yavaş-yavaş sıradan çıxacaq.
Buradan söhbət düşmüşkən deyirsiniz ki, sosial layihələrdən bu güzəştli ipoteka 4%, adi ipoteka 8%-dir. Təklif eləmişsiniz ki, bu 100 mini qaldırsın 150 minə, 150 mini 200 minə də. Bu təqribən nə vaxt olar bu belə bir şeydə? Çünki ən çox insanların müraciət etdiyi ipoteka növü odur. Bilirsiniz, bu qərarlar təbii ki, ictimai birlik səviyyəsində qəbul olunan qərar deyil. Bunun üçün müvafiq qurumlar bu barədə qərar qəbul etməlidir. Bizdən sadəcə bunu təklif etməkdir. Əslində bu 20 il yox, 30 il olmalıdır. Mən belə düşünürəm. 30 il olsa daha aylıq ödənişlər azalar və eyni zamanda bu banka da sərf eləyir. Məsəl üçün o faizlər baxımından onun gəlirləri də artacaq. Çünki qısa bir müddətdə borc bağlandıqda bank daha az faiz əldə edir. 30 il vətəndaş üçün normal bir dövrdür. 20 ildən də normal dövrdür. Nəyə görə? Çünki adətən gənc ailələr müraciət eləyir və 30 il ərzində bu krediti verməklə artıq evə sahib olurlar, mənzilə sahib olurlar. Həm də biz onlara şərait yaratmış oluruq ki, onlar hətta az əmək qalsalar da belə kredit əlçatanlığı təmin olunsun. Məsələn, bu gün kredit götürmək üçün ən azı 1200-1300 manat olmalıdır ki, bu da ki, müasir dövrdə Azərbaycan real şərtlərində vətəndaşların təqribən 20-25%-də var. Yəni işləyən təbəqədən söhbət gedir. Qalan digərləri isə əmək haqqısı məhz o rəqəmin altındadır. Avtomatik olaraq onlar potensial ipoteka alan şəxs kimi artıq çıxış edə bilmirlər. Bunun üçün dövrü də artırmaq lazımdır. Mən düşünürəm ki, faizdə də müəyyən qədər dəyişikliklər etmək olar. Böyük bir həcmdən söhbət getmir. Bəs bu 30 ildən bağlı təklif eləmişsiniz ki, bir 25 il 30 ilə qalxsın. Bəli, əlbəttə. Biz hər yerdə bunu səsləndiririk. Çünki axı bu problem indi mövcud problem ortadadır və bundan bir çıxış yol tapmaq lazımdır. Bizim kimi ekspertlərin, mütəxəssislərin də birbaşa borcu və vəzifəsidir ki, müxtəlif variantlarda təkliflərlə çıxış etsinlər. Əslində, bilirsiniz, əgər gələcəkdə biz smart evlərin tikintisinə, o cümlədən 15 dəqiqəlik şəhər deyirlər, həmin 15 dəqiqəlik şəhərlərin salınmasına start versək, o zaman bizim üçün binaların hansı ərazidə olmasının o qədər böyük önəmi olmayacaq. Hər şey orada olur və vətəndaş artıq həmin ərazidən kənara çıxıb tıxac yaratmır ilk növbədə, vaxtına qənaət eləyir. Yəni, bugün hər birimizdə o şikayət var, yəqin sizdə də var. Biz arzu edirik ki, artıq 24 saat yox, bəlkə də gün 30 saat olsun. Çatmır. Vaxt çox sürətlə gedir və eyni zamanda biz bunu yetirə bilmirik, çatdıra bilmirik. Həmin 15 dəqiqəlik şəhər imkan verəcək ki, vətəndaş orada yaşayaraq vaxtını qənaət eləsin. Orada həm əyləncə, məsələn üçün klublar olacaq, həm istirahət məkanları olacaq, həm park olacaq və həmin ərazinin artıq vətəndaş üçün əhəmiyyəti olmayacaq ki, o Bakı şəhərinin Səbail rayonunda yerləşir, yoxsa məsələn üçün Alatavada yerləşir və yaxud da ki, Hövsanda yerləşir. Əsas onun üçün lazım olan komponentlərdir ki, onunla bu bəhrələnir və xidmətləri ala bilir. Və sizin məsələnizə, qeyd etdiyiniz məsələyə qayıdım ki, kirayə bazarı hal-hazırda ildə bir neçə dəfə təsirə məruz qalır. O, mövsüm olaraq bilirsiniz ki, məsələn, əvvəllər tələbələr iyun ayında gedirdi, bazarda müəyyən qədər boşluq yaranırdı, qiymətlər düşürdü. Son bir neçə ildə bu yoxdur. Niyə? Səbəbləri var. Səbəblərdən biri odur ki, tələbələr yay müddətində evi təhvil versələr, inanmırlar ki, sentyabr ayında, avqustun sonlarında ev tapa bilsinlər o qiymətə. Çünki qiymətlər dinamik olaraq artır. Məcburlar ki, həmin 2 ay, 2 ay yarımı ödəsinlər və həmin dövrdə də ya Bakıda kurslarda iştirak edirlər, ya əlavə iş yeri axtarırlar, tapırlar ki, öz mövcudluqlarını qoruyub saxlasınlar. Bugün Azərbaycan elminin qarşısında ən böyük problem məhz yataqxanaların olmamasıdır. Təbii, yataqxanalar məncə sayı artsa, istər-istəməz kirayə qiymətinə də biraz təsir edər. Bəli, biz təklif eləmişik ki, təkcə dövlət yataqxanalarından burada söhbət getmir. İnvestorlara şərait yaratmaq lazımdır ki, onlar yataqxanalar tiksinlər, inşa eləsinlər.
cüzi məbləğlə, yəni kirayə bazarında olan məbləğdən fərqli məbləğlə onu tələbələrə təklif eləsinlər. Türkiyədə bu var, yəqin bilirsiniz. Görmüşük, bəli. Özəl yataqxanalar kifayət qədərdir. Dövlət yataqxanalarından onlar daha komfortdur. Vətəndaş baxır, Türkiyə vətəndaşı görür ki, onun maddi imkanları və büdcəsi kifayət eləyirsə, özəl yataqxanadan istifadə edir, özəl yurdda qalır onun övladı. Yox, eləmirsə, dövlət yurdunda qalır. Yəni, Azərbaycanda o imkanları tələbələrə yaşatmaq lazımdır. Ucqar bir yardımlının dağ kəndində yüksək nəticə göstərmiş bizim abituriyent tələbə olmaq qarşısında niyə aciz dayanmalıdır ki? Türkiyədə belədir. Yəni Türkiyənin tez-tez misal gətirirəm ki, çox ideal bir variantdır. Dünya dövlətlərinin hər birində müasir inkişaf xətti götürən dövlətlərin hər birində bu var. Tələbələr üçün zəruri nədirsə, onları bir yerə yığıb orada ancaq onların elmlə məşğul olmasını təmin etmək lazımdır. Şəhərin o ağırlığından, şəhərin o aktivliyindən tələbələri müəyyən qədər kənara çəkmək lazımdır. Həm də imkan vermək lazımdır ki, onlar heç bir ödəniş etmədən dövlət yataqxanalarında qalmaq imkanı, yaşamaq imkanı əldə eləsinlər. Yox, əgər kiminsə imkanı varsa, 600-700 manat, 800 manat ödəməkdənsə 150-200 manat verib özəl sektora aid olan yataqxanalarda qalmalıdırlar. Özəl sektora da, indi özəl sektorun siz sual verə bilərsiniz ki, marağı nədir? Təbii ki, marağı ondan olmalıdır. Marağı ondan ibarət olmalıdır ki, dövlət bu istiqamətdə təşviq proqramları elan eləməlidir. Məsələn, elan eləməlidir ki, yataqxananı tikmək üçün torpağı mən pulsuz verirəm. Bax, belə bir şey. Vüqar müəllim, Bakının mərkəzində bir otaqlı evin qiymətinə hansı Avropa ölkəsində 2 otaqlı mənzil almaq olar? Hər bir ölkənin prestijli yerləri var, rayonları, bölgələri var və aşağı bölgələr, qiymət baxımından aşağı bölgələr var. Yəni, eləcə də Avropada da, Amerikada da vətəndaş özü qərar verməlidir. Həmin məbləğə Bakıda ona ev lazımdır, yoxsa məsələn üçün Praqada ev lazımdır. Vətəndaş özü qərar verir. Yəni, bugün qiymətlərin yüksək olması, biz kiçik sirri də sizə açım ki, siz bu qiymətlərə manatla baxırsınız. Siz bu qiymətləri avro ilə və yaxud dollarla özünüz üçün araşdırsaz, o qiymətlər o qədər də xaricdəki evlərlə, mənzillərlə müqayisədə sizə yüksək qiymət kimi təsir bağışlamayacaq. Misal üçün, şəhərin mərkəzində bir 300 min manatlıq evi dollarla hesablasaq, 150 min, 140 min dollar. 140 min dollar. Misal üçün, mənim 140 min dollar pulum var. Gedib şəhərin mərkəzində ev almasını istəyirəm, Avropa ölkəsinə gedim. Hansı Avropa ölkəsində ala bilərəm 2 otaqlı ev? Avropa ölkəsində onu ala bilməzsiniz. Avropa ölkəsində 2 otaqlı evlər hal-hazırda, indi elə mən Praqadan başlamışkən deyim, təqribən Praqada 1 kvadrat 4000 dollar, 4500 dollardır. Yəni, o qədər də ucuz deyil. Yəni, çox zaman bilirəm, eşitirsiniz. Şükür edək biz öz qiymətlərimizə. Biz öz qiymətlərimizə şükür eləyək, amma bu şükürlüklə kifayətlənməyək, eyni zamanda bayaq qeyd etdiyim islahatları da həyata keçirmək lazımdır. Yəni, mənim ən böyük problemim, elə sizin də ən böyük problemim, hər bir Azərbaycan vətəndaşının problemi odur ki, onların əmək haqqısı ilə, yəni qazancı ilə mövcud daşınmaz əmlak qiymətlərinin arasındakı disbalans aradan qalxsın. Çünki düzdür, bax, mən bir məsələni deyim, Amerikada da, Avropada da demək olmaz ki, insan 3-4 ay əmək haqqısı ilə əmlak ala bilər. Onun üçün də müəyyən bir yığım dövr var və söhbət nədən gedir? Məsələn, həmin inkişaf etmiş ölkələrdə bu yığım dövrü tutaq ki, bir neçə ildir, biz isə 10 illərlə yığsaq, həmin evin qiymətini əmək haqqımızla düzəldə bilmərik. Söhbət ondan gedir ki, o tezliyi yaratmaq lazımdır. Yəni, biz də yavaş-yavaş əmək haqqları yüksəltməklə, iqtisadi şəraitimizi inkişaf etməklə elə eləməliyik ki, bir ailə yeni bir ev almaq istəyəndə bir neçə ilə o evi ala bilsin. Vüqar müəllim, tez-tez mətbuatda görürük, bu həyət evlərdə, sənədsiz həyət evləri görürük də. Baxın, onların böyük riskləri var. İndi yəqin ki, bizi izləyən izləyicilərin çoxsunda, bizi izləyən izləyicilərin bəziləri həyət evində yaşayır, onların sənəd problemləri var. Onlar nə etməlidir, hansı addımlar atmalıdırlar? Bugün Azərbaycanda 500 mindən artıq sənədsiz tikili var. Və bunların hər birini detallı şəkildə bizim araşdırmağa başlasaq, illərlə dövr lazımdır.
Biz cəmiyyət olaraq təklif eləmişik ki, əmlak amnistiyası həyata keçirilsin. Bu yaxınlarda bizim Milli Məclisin deputatlarından biri də bu təklifi təşəkkür edirəm, səsləndirdi. Kamal Cəfərov. Əmlak amnistiyası. Çünki əmlak amnistiyası nədir? Əgər bir tikili qanuna uyğun şəkildə inşa olunubsa, yəni söhbət ondan gedir ki, yüksək gərginliyi elektrik xəttinin altında deyilsə, kommunal xəttlərin üzərində deyilsə, dövlət tərəfindən mühafizə olunan zolaqda yerləşməyibsə, strateji obyektlərin böyründə deyilsə, yaxınlığında deyilsə və eyni zamanda ümumiyyətlə gələcəkdə müəyyən bu və ya digər dövlət planının qarşısında dayanmırsa, yəni ona maneələr törətmirsə, o tikili deməli bir normal tikilidir və o tikilinin sadəcə icazəsiz tikilməsi ondan irəli gəlir ki, həmin tikintini həyata keçirən şəxs müvafiq icra qurumlarına bu və ya digər formada qeyri-rəsmi şəkildə ödənişlər eləyib, onların bu prosesə, qanunsuz prosesə göz yummasını təmin eləyib və ondan sonra da həmin ərazidə bu fakt kütləvləşib. Məhəmməddə biz bunu görürük, başqa yerlərdə də bu var, Masazırın özündə də var, Xocasəndə də var. Yəni, bu bir hal olsa, həmin şəxsi cəzalandırmaq olar. Artıq bütöv bir yaşayış massivi qeyri-qanuni tikililərlə zəbt olunubsa, bunun bir yolu var ki, dövlət əmlak amnistiyası elan eləyir. Həmin tikililər, hansı ki, bundan sonra da mövcud olmaq haqqı var, yəni bayaq qeyd etdiyim prinsiplərə qarşı deyil. Onlara sənədlər təqdim olunur. Onlar bizim əmlak reyestrinin tərkibinə keçirlər, əmlak reyestrinin vahidi olurlar, subyekti olurlar. Artıq onların sahibləri kredit götürə bilirlər öz evlərini girov qoyaraq. Eyni zamanda həmin əmlakın sahibləri öz evlərini alqı-satqı edə bilirlər. Vərəsəlik üçün buraxa bilirlər, miras olaraq buraxa bilirlər. Yəni, vətəndaş öz əmlakı üzərində qərar vermə imkanları əldə edir, səlahiyyət əldə edir. Burada nə pis şey var ki, bu əslində dövlətin gücüdür, dövlətin iqtisadi inkişafıdır. Amma dövlətin buna vaxtı varmı ki, bunların hamısını araşdırsın? Mən düşünürəm ki, hal-hazırdakı yeganə çıxış yolu qanunsuz tikililəri söküb həmin şəxslərə dövlət tərəfindən, bilirsiniz ki, Azərbaycan dövləti sosial dövlətdir, öz vətəndaşlarının hətta qanunla nəzərdə tutulmadığı halda bu və ya digər formada uğradığı zərəri dövlət dəfələrlə olub ki, ona ödəyib. Bax, bəli, hətta qanunsuz tikililər olub ki, qanuna görə əgər bir tikilinin çıxarışı yoxdursa, ona kompensasiya düşmür də, bilirsiniz. Amma Azərbaycan dövləti Nazirlər Kabinetinin belə bir qərarı var ki, baxmayaraq ki, qanun buna imkan vermir. Nazirlər Kabinetinin qərarı ilə Fövqəladə Hallar Nazirliyi və yaxud dövlətin digər bir tutucusu müəyyən kompensasiya məbləğini vətəndaşa verir ki, vətəndaş evsiz qalmasın və yaxud da ki, əgər evində bir zədə yaranmışsa onu bərpa eləyə bilsin, təmin etdirə bilsin. Belə bir sosial yanaşmanı tətbiq edən dövlət təbii ki, həmin kollektorların üzərində yerləşən evlər, kommunal xəttlərin üzərində inşa olunan, yüksək elektrik gərginliyi xəttlərinin altında inşa edən evləri söküb, onlara müəyyən bir şərait yarada bilər. Bu bir. Digərləri, hansı ki, məsələn, müəyyən bir torpaq sahəsidir, yaşayış təyinatlı deyil, kənd sərvət təyinatlıdır. Elə Məhəmməddən mən misal gətirim. Vətəndaş ora pul verib, ödəniş eləyib, bələdiyyədən sənəd alıb və ödənişlər eləyir hal-hazırda, məsəl üçün, kommunal xidmətlər üçün ödənişlər. Onun adı həmin ödənişlərdə, çek qəbzlərdə qeyd olunur, həmin evin mülkiyyətçi kimi. Bunu sadəcə bir dənə yol var. Kənd sərfiyyatı təyinatı həmin massiv üzrə bir qərarla dəyişir, olur yaşayış təyinatı. Əslində çətin proses deyil. Bəli, çox asan prosesdir. Niyə görə insanlara əziyyət veririk ki biz? Qoy bir qərarla onların hamısının mülkiyyətinin forması dəyişsin, olsun yaşayış. Qoy onlar vergi versinlər, qoy onlar bayaq dediyim kimi bank münasibətlərindən istifadə eləsinlər. Bu ölkə iqtisadiyyatına töhfət da. Onsuz da biz 26 və 27-ci illəri çətin dövrdə yaşayacağıq da müəyyən mənada. Yəni iqtisadi cəhətdən daha çox qənaət olunması vacibdir, əlavə xərclərin aradan qaldırılması vacibdir. İqtisadi inkişafı təmin eləmək üçün nəyə görə bu insanların torpaq sahələrinin statusu, təyinatı dəyişməsin? Məhz bunların aradan qaldırılması üçün ilk növbədə qərar verilməlidir. Artıq İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Xidməti bu istiqamətdə müvafiq addımlar atır. Sadəcə bu addımları düşünürəm ki, sürətləndirmək lazımdır.
vətəndaşlar uzun müddət gözlədiyi sənədlərə qovuşmalıdır. 500 min insanın, 500 min ailə başçısının bu sevinməsi deməkdir. Eyni zamanda ölkənin iqtisadi subyekti kimi əgər mülkiyyətin olursa tanınması deməkdir. Yəni artıq onlar mülkiyyət sahibi olmalıdır, mən düşünürəm ki. İnşallah ki olacaq. Yavaş-yavaş görürəm ki, bu mətbuatda oxuram, görürəm bu sənədsiz həyət evləri artıq yavaş-yavaş sənəd verilir, kupsalar verilir. İnşallah ki, vətəndaş özü də biraz məsuliyyət dərk edər, məsələlərin üstünə düşər, qanuni yolundan istədiyi evin və yaşadığı evin kupsasını ala bilər. Bu qədər Vüqar müəllim. Əlavə demək istədiyiniz kamera vasitəsindən buyurun deyə bilərsiniz. Mən təşəkkür edirəm. Çox maraqlı oldu sizinlə söhbət. Mən sizi daim izləyirəm. Həm sosial şəbəkələrdə izləyirəm, eyni zamanda həm fəaliyyətinizlə bağlı məlumat əldə edirəm və düşünürəm ki, təqdim etdiyiniz layihə ölkə ictimaiyyəti üçün, cəmiyyəti üçün çox maraqlı və eyni zamanda lazımlı bir layihədir. Bu gün bizim əhali olaraq, vətəndaş olaraq, dövlət olaraq qarşılaşdığımız bütün problemlərin kökündə maariflənmənin kifayət qədər olmaması dayanır. Məlumatlığın səviyyəsinin aşağı olması dayanır. Aldanan vətəndaşlar, səhv qərar qəbul edən vətəndaşlar, problemlərlə üzləşən vətəndaşlar hamısının kökündə maariflənmənin aşağı səviyyədə olması, məlumatlığın kifayət qədər olmamasıdır. Siz isə elə bir fəaliyyət göstərirsiniz ki, istər-istəməz bu yayımlara, bu təqdimatlara baxan vətəndaşlarımız, ictimaiyyət nümayəndələri kifayət qədər müxtəlif sahələrdən məlumatlar əldə edirlər. Və eyni zamanda siz hətta tarixi mövzulara da toxunursunuz. Mənim özüm şəxsən bir-bir onu axtarıram və baxıram. Doğrudan da çox maraqlıdır və təqdimatın özünün də spesifik təqdimatdır. İnsana bir, tutaq ki, əgər ağır bir, gərgin bir iş günündən sonra həmin təqdimata biz nəzər yetiririksə, bu bir mənəvi zövq verir, bir istirahət üçün əsas olur. Eyni zamanda paralel olaraq da məlumat əldə edirsən ki, insan beyninin çalışması, insan fəaliyyətinin tənzimlənməsi üçün məlumatın rolu əvəz edilməzdir. Təşəkkür edirəm Vüqar müəllim. Var olun. Sağ olun. Sağ olun.